Kül mənim başıma, kül. Mənə deyən lazımdır ki, bu yaşda sonra ben get yine ora arvadın yanına. Çünkü oturmuşdun da evində. Ay müəllim, nə olub? Ay heç nə olacaq? Dünən getmişəm falçıya. Müəllim, bəs demirdiniz fala baxdırmaq günahdır? Yo, cad eləmək günahdır da. İndi mən dünənlər getdim ki, görüm bu uşağımızın vəziyyəti nətər olacaq. Gəldim falçının yanına, dedim ki, işlər normaldır, hər şey öz axarında gedir. Amma dedi, bu gün gecə sənin evində dava düşəcək. Bu gün sənin evində qan yeysən yerinə gedəcək. Kamran özün bilsən də, mən ev adamıyam. Gəldim evə, 9 saat, 10 saat da oturmuşam boş bekarcıq, evdə söz söhbət yoxdur. Arada mən falçıya digilim marpı verim ki, o girimliyim gedib. Gördüm qaynım oturub. Əl attım saçına, başladıq bu ilə saçlaşmağa kamran. İndi bu mənim üzümü cırır, mənim də dırnaqlarım yoxdur axı, başa düşdü. Mən ancaq bunu çişkəyə bilirəm. Qalçı eləmişəm arvadı. Neyiniyim ha kamran, 20 manatım batmalıdır. Yox. Can, baby, baby can, bir ayağım baby, baby can.